Mən Nəsrullayeva Pərvanə Firudin qızı. Bakı şəhərində anadan olmuşam. Mənim yeganə 16 yaşlı qızım Nəsrullayeva Xədicə Elşən qızı 8-dən 9-una aprel təcili yardım həkimləri tərəfindən və polis 34 nömrəli əməliyyatçı polisləri və Xatay rayon prokurorluğu nümayəndələri və məhkəmə tibbi ekspert və onun rəisi ilə əlbir olaraq 16 yaşlı qızımı canlı donor təşkil elədilər. Necə elədilər? Deməli, Nargiz Şamsadinskayanın tövsiyəsi ilə mən çağırdım qardaş və Eladanı qaynar xəttə 103-ə təcili yardıma zəng edərək mənə dedi, Nargiz Şamsadinskaya mənə dedi ki, kardioloji briqadanı çağırım. Niyə görə? Çünki mən Xədicə deməli həmin bu ayda Xədicənin bu ayda aybaşısı biraz əvvəlki aylara nisbətən daha güclü olmuşdu və takikardiya əmələ gəlmişdi. Və mən öz qanımdan öz qızıma köçürmək istədim. Çünki bizdə qan qrupu eynidir. Və mən zəng eləyib Nargiz Şamsadinskayadan soruşdum. O dedi ki, o Tibb Universiteti nəzdində tədris cərrahiyyə klinikasında işləyir. O vaxta kimi mən bilmirdim o klinikanın adını. Yəni onun yanına aparmaq istəyirdim deyənə dəqiqliklə klinikanın adını öyrəndim. Deməli, orada ginekoloq işləyirdi. Mən dedim ki, mən qızıma qan köçürmək istəyirəm. Dedim ki, siz qan köçürdürsünüzmü? Dedi ki, hə, köçürdürəm. Məndən qan qrupunu soruşdu. Dedim ona. Dedim ki, ancaq uşaqda takikardiya olduğu üçün mən bilmirəm yanına necə gətirim. O da mənə dedi ki, mən 103-ə zəng eləyim, qardaş və Eladanı kardioloji briqadanı çağırım. O onun yanına aparacaq. Dedim, aparacaq. Dedi, hə, en iş sözü mənim atama da dedi. Biz də onun dediyi kimi zəng elədi 103-ə, çağırdıq qardaş və Eladanı. Qardaş və Elada gələn kimi qızım da deməli kardioqrammasını çəkdi. Saturasiyası 94 idi. Təzyiqini ölçdü, 100-ün 48-ə idi. Nəbzini ölçdü, 150 idi. Mən qardaş və Eladadan soruşdum, necədir uşağın ürəyi? Dedi, sağlam, ancaq deyir, ürəyi tez dönür. Məndən istədi qələmlə kağız. Başladı kağızda şəkil çəkməyə. Dedi, bax, deyir, sağlam ürək olanda, deyir, qulaqcıqdan deyir, gedəcək müayədəçiliyə, sonra deyir, təzdən fırlanır, deyir, qulaqcığa, deyir. Amma deyir, ürək bloka, deyir, düşəndə, deyir, da deyir, müayədəçiliyə gedmir, da deyir, qulaqcıqdan ancaq qulaqcığa gedir. Həmin vaxtı deyir, bacım mənim yanımdaydı. Bacım dedi ki, Allah göstərməsin, bloka niyə düşür? Deməli, mən uşağın kardioqrammasını çəkəndən sonra mən dedim, kakras uşağın ürəyi sağlamdır, hər şey yaxşıdır. Onda gətirin də bizə nasilkanı. Biz sizi müdaxilə üçün, tibbi müdaxilə üçün çağırmadıq. Bizə ancaq nasilka lazımdır. Dedim ki, bizi Nargiz Şamsadinskaya gözləyir. Tədris cərrahiyyə klinikasında qızıma qan köçürəcəklər mənim qanımdan. O da dedi ki, nasilkası yoxdur, Xədicə özü düşsün. Mən dedim, axı onun takikardiyası var, mən narahatam, necə özü düşsün? Dedi ki, mən onun nəbzini düzəldərəm, özü düşər. Keçdi stol tərəfə, Xədicənin oturduğu stol tərəfinə. Başladı, həbri çıxartdı. Atam dedi ki, bu nə həbri belə, mənə də deyin də. Dedi ki, siqnallə yazacam, oxuyarsınız. Atam bir də dedi ki, mənə də deyin də, mən də bilim. Qardaş dedi ki, siqnallə yazaram, oxuyarsınız. Deməli, verdi uşağa dərmanı, dilinin altında saxlatdırdı, məni sudanca göndərdilər. Bacım sonra yenə də soruşdu qardaşvadan. Qardaşva dedi ki, bu izaprildir. Uşaq dərmanı utdu. İkinci dərmanı çıxartdı. Uşaq yaxşı idi həmin vaxtı. İkinci dərmanı çıxartdı. Yenə də məni göndərdilər sudanınca. Mən su gətirənə kimi bir də görürəm ki, məni gözləyirlər, ilıq su gətirdi. Uşaq ikinci dərmanı içdi. Ancaq o dərmanı qaytardı. Uşaq qaytardı, atam girdi otağa, yüksək səklə 2 dəfə dedi, uşaq dərmanı qaytardı, bir də uşağa dərmanı vermə. Uşaq dərmanı qaytardı, bir də uşağa dərman vermə. Mən uşağa vannada su gətirdim. Uşaq əllərini yudu, əl-yüzünü yudu. Tumbuçkanın üstündə yoğurt vardı, onu axıra kimi yedi. Deməli və uzandı. Deməli, atam sözləri deyib, çıxdı otaqdan, koridorda dayandı. Qardaş və 3-cü həbi götürdü. 3-cü həbin rəngi belə parıltılı, glyans, ağappaq,
renkdə idi. Deməli, ekstrakt valerian həbindən biraz iri, amma eyni formada idi. Parıltılı idi belə. Deməli, onu da deməli, məni göndərdilər su dalınca, dedilər ki, uşaq o dərmanı da içsin. Mən suyu gətirənə kimi bir də görürəm ki, assistenti qışqırır otaqdan. Su harda qaldı, su harda qaldı? Amma bacımla anam otaqda idi. Bacım eşidirdi ki, Xədicə deyirdi ki, iç. Xədicə deyirdi ki, necə içim? Su yoxdur axı. Və mən fikirləşdim ki, uca susuz verib uşağa dərmanı. Tez mən qaça-qaça verim, aparım uşağa aparım da suyu, ilıq suyu elədim, tez gətirdim. Uşaq dərmanı deməli, mən gətirdim suyu, uşaq dərmanı uddu. Uşaq üçüncü dərmanı udan kimi bir də gördüm ki, uşaq özündən getdi. Heç mən çəkinmədim, uşaqdan heç çəkinməyə çatdırmadım. Dedim ki, siz nə verdiniz uşağa? Nə verdiniz uşağa? Uşaq deyirəm, baxın uşağa. Qardaş yaxınlaşdı, başladı uşağın üzünə elə bərk vurmağa başladı ki, biz Xədicə belə gözlərini açdı. Həmin vaxtı yenə də yumdu. Dedi ki, açın pəncərəni ki, hava gəlsin. Deməli, bacım, ekspert bacım, kliniki bəkimi üzrə ekspert bacım dedi ki, yəni gördü ki, dedi ki, pəncərəni açın. Dedi, gəlin onu uşağı tez koridora çıxardıq. Biz koridora çıxardıq. Atam qardaşlardan soruşdu ki, nə verdin? Bacım dedi ki, nə verdin? Dedi ki, anaprelini vermişəm. Atam dedi ki, mən bilsəydim ki, sən anaprelini verəcəksən uşağa. Mən qoymazdım sən uşağa anaprelini verəsən. Dedi, tez reanimasiya çağır. Bacım dedi ki, bacım da başladı özündən təkrar eləmək ki, antidot, anaprelinə qarşı antidot lazımdır uşağa. Elə fikirləşə qalırdı ki, antidot, görəsən antidot nə idi anaprelinə qarşı? Çünki biz hamımız şoka düşmüşük. Biz gözləmirdik ki, uşaq o vəziyyətə düşər. Deməli, bacım dedi ki, hava balonu gətir qardaş və mən gördüm ki, qardaş və narazıçılıq edir. Yəni, mənə ağıl öyrədirsiniz. Mən dedim ki, heç bilirsən o kimdir? Dedim ki, o siz həkimləri o hazırlayır. Dedim ki, o doçentdir. Tibb Universitetində doçentdir kliniki biyokimiya kafedrasında. Deməli, başladı. Onlar deməli naşatırlı spirt gətirdilər. 2-3 dəfə elədilər uşağa. Assistenti İsmailova Aybəniz, Almaz qızı uşağa sistemi vena daxilinə güya vururdu. Jgutsuz bizə görkəm üçün ancaq göstərir ki, güya ki vena daxilinə salır. Jgutsuz onun vena daxili salırdı uşağa. Deməli, başladılar bunlar 3-cü mərtəbədən 1-ci mərtəbəyə düşüb qalxa 3-4 dəfə qalxıb düşürdülər, hava balonu gətirmirdilər. Axırda bir dənə hava balonu gətirdilər. Hər dəfə düşə qalxa deyirlər ki, harada qaldı bu sürücü? Harada qaldı bu sürücü? Yəni hava balonu niyə gətirmir? Axırda hava balonu gətirdilər. Hansı ki ancaq 2 dəqiqəyə çəkdi. İlk qutardı. Bunlar başladılar təzədən düşməyə. Hava balonu apardılar. Atam belə gördü ki, bunlar düşüb qalxa. Bunlar niyə düşə qalxırdılar? Getdi balkonuna baxdı ki, həmən bu İsmailova Aybəniz, onun assistenti evdən apardığı balonu belə fırlatdı, qoydu və yenə də həmin o boş balonu gətirdi. Və gətirəndə dedi ki, hava boşdur. Amma deməli bizim qonşumuz vardı 1-ci mərtəbədə. Deməli qardaşla düşüb qalxanda o qonşumuz ondan soruşdu, bəlkə bir yardım lazımdır. Qardaşıma dedi ki, heç nə lazım deyil, hər şey yaxşıdır. Və gəldi. Deməli, hava balonu saldı, yenə də hava balonu boş oldu. Bir də biz uşağı masaj edirdik ki, uşağın qanı dolmasın da bədəndə. Mən deyirdim ki, bacıma, anama ki, uşağı dayanmadan masaj edin ki, uşağın bədənində qan dolmasın. Yəni, onu komaya salıb ki, ziyan olmasın da bədəninə. Mən deyirdim ki, dayanmadan uşağın hər yerini masaj edin və bədəndən dərmanın təsiri tez çıxsın. Deməli, bir də gördüm, biz fikirləşirik ki, qardaş və eladı necə uşağı indi komaya salır, kardioloji briqadadır, hər şey əlin altında var, indi də uşağı komadan çıxardar da, maşında onda hər şey olmalıdır, düşə qalxa, axır nəsə gətirəcək də bu. Bir də gördüm, başımı çöndərib, polislər bir evimizə girirlər, mənim yaşlı atam, biz başa düşmürük ki, bunlar niyə gəliblər? Bunlar yavaş-yavaş girə bir. Yavaş-yavaş başladılar demək ki, atamın beynini bloka salmağa başladılar. Ki, o meyitdir, o uşaq deyil, o Xədicə deyil. Verin aparaq məhkəməyə tibbi ekspertiza eləyək.
Mən başa düşmədim ki, nə məhkəmə ekspertizi, uşaq komadadır. Bu işin biz masaj edirdik uşağı, gözləyirdik ki, bunlar nəsə eləyəcəklər. Polisləri çağırandan sonra qardaş da gəlib, polislərin yanında otururdu da uşağa yardım eləmirdi. Biz də bacım hər dəfə təkrar eləyə, mən bacıma deyirdim ki, dayanmadan uşağa masaj elə gəlin. Dayanma, uşağa ziyan olmasın bədəninə. Axırda bacımın yadına düşdü ki, anaprilinin antidotu adrenalindir. Bacım tez qoydu uşağı, gəldi bura qonaq otağına, qardaşımdan soruşdu ki, səndə var adrenalin? Dedi, var. Dedi, vur. Amma evə çağırdığı bu polislər, deməli, dedi ki, qardaş dedi ki, əgər sən ona, əvvəl bacım, deməli, bacım qayıtmaq istəyəndə geri çöndü. Bir də gördü ki, polis qardaş və Elada əllə işarə edir. Yəni nə? Qardaş və başı ilə belə edir ki, yəni hə. Və polis dedi ki, bir sən nə var? Mən vəbşə icazə vermirəm sən deyir ona adrenalin vurasın. Sən ona adrenalin vursun, mən sən cinayətçi qaldıracam. Polis harasa zəng elədi və dedi ki, mən qoy zəng eləyim, prokuratura nümayəndəsi ilə danışım. Əgər o icazə versədir, vurarıq. Və başladı demək ki, uşaq ölüb. Polis deyir ki, ölüdür. Bacım deyir ki, nə ölüdür deyir, uşaq komadadır. Polis deyir, qardaş və ki, ölüdür, qardaş və deyir, ölüdür. Bu yeni polis deyir, ölüdür, bu qardaş və deyir, ölüdür. Amma deməli, uşağı komaya salan kimi uşağın barmağında pulс oksimetri vardı. 170-69 göstərirdi. Bacım deyir ki, nə öyle deyir, o komadadır. Ver, mən prokurorluqla danışım. Deyir ki, yox deyir, olmaz, ancaq deyir, mən danışa bilərəm. Biz gördük ki, bunlar yardım eləmirlər. Mən bacıma oradan dedim ki, zəng elə mərkəzdən başqa həkimi çağır, yenə ki, qoy reanimasiyanı göndərsinlər. Atam da dedi ki, reanimasiya göndərsinlər. Bacım zəng elədi 103-ə. Bu danışığı sizə mən sonra verərəm. Mərkəzlə. Bacım dedi ki, uşağın nəbzi 170 vurur. Biz bilmirik bu vəziyyətdə nə eləmək lazımdır. Polislər uca evimizdədir bizim. Uca qardaşım onları çağırıb. Deyir ki, biz bilmirik ki, nə eləmək lazımdır bu vəziyyətdə. Təcili yardımdan deyirlər qardaş və ki, bəs nə vermirsən ona? Deyir ki, anaprilin. Deyirlər ki, qardaş və deyirlər ki, qardaş və onlara deyir ki, bəs deyirlər ki, uşağı öldürəcəksən. Biz heç ona o sözü deməmişik. Deyir ki, mərkəzə deyir ki, bəs uşaq massivi qan itirib. Biz haçan dedik uşağa ki, uşağı massivi qan itirib. Uşağın ay başısı 31 mart 2023-cü ildə başladı və ayın 5-də uca dayanmışdı. Ayın 6-sı aprel, səhər saat 11-də uşağın aybaşısı tam dayanmışdı. Və ayın 7-sində biz çağırdığımız takikardiya ilə bağlı təcili yardımı, yəni takikardiya ilə çağırmışdıq. Onlar ona aminokapronka da vurmuşdular. Qardaş və Elada düz 2 sutka yarım sonra bizim evimizə gəlmişdi. Uca aybaşısı 2 sutka yarım dayanmışdı. Ondan qabaqki təcili yardım da gəlmişdi. Takikardiya ilə bağlı. Və elə bir ki, qardaşıma deyir telefonda ki, bəs uşağın aybaşısı var idi. Uşağın aybaşısı dayanıb, aminokapronka vurublar. Uşağın rəngi ağappaqdır. Bəli, mənim uşağımın rəngi mənim dərimdən daha ağ idi. Onun dərisi bəyaz idi. İndi nədir? İndi uşağımın dərisi bəyaz idi. Yəni, onu canlı donor təşkil eləməliydilər. Qardaş və oradan deməli bacımdan götürdü qardaş və telefonu. Bacım təcili yardımdan mərkəzdən istədi ki, kimdəki antidot göndərsinlər, kardiostimulator göndərsinlər, antidot göndərsinlər anaprilinə qarşı. Və qardaş dedi ki, bəs başqa həkim göndərin. Qardaş və telefonu götürdü bacımdan. Dedi ki, filan kəsi göndərin. Yəni öz tanışını, Ziyan adımı, Ziyam adımı bilmirik adını. İndiyə kimi də 1 il, uca paşa 2 ildir biz bilmirik onun adı nədir. Çünki onun adı gizli qalıb indiyədək. Dedi ki, filan kəsi göndərin. Biz nə bilir onun adamı neyəcək? Mərkəzdən ona dedilər ki, qardaş və ki, uşağı niyə vermirlər sənə? Deyirlər ki, öldürəcəksin. Biz bu sözləri ona deməmişik. Onda uşağı vermirlər, onda uşağı qoy, çıx. Amma uca polislərlə də bu evimiz dolu idi. Və mənim atam bir dənə hərəkət eləmək istəyəndə, harasa zəng eləmək istəyəndə belə, mən atama deyirdi, başımla belə eləyirdim ki, yəni ata zəng elədə bir yerə. Atam bir dənə hərəkət eləyən kimi atamın əlindən arxadan kök bu polis alçaq boy tuturdu, deyirdi ki, arest naryat, yəni bir dənə də arest naryat çağıracaq, yəni arest qoyacaq, bir dənə hərəkət eləsəniz. Mənim atamı tam bloka salmışlar. Mənim atam əməliyyatdan sonraydı. Onun bloku beyni elə işləmişlər ki, gələ deyək ki,
o uşaq deyil, o meyitdir, verin aparaq, məhkəmə tibbi ekspertiza eləyək. Biz başa düşmürdük ki, bunlar bizdən nə istəyirlər? O Xədicə deyil, burada hadisə baş verib. Biz başa düşmürdük ki, hansı hadisədən söhbət gedir. Bizə heç kəs demirdi ki, onlar uşağı artıq ölü elan eləyiblər. Mərkəzdən deməli, bir də deməli telefon dəstəyini qoyandan sonra biz gözlədik ki, indi təcili başqa ikinci həkim gələcək, Xədicə antidot gətirəcək də, kömək gələcək. Həmin vaxtı biz ki uşağı masaj eləyirdik, bacıma da onun rəfiqəsi zəng elədi, Mədinə adında rəfiqəsi zəng elədi. Bacım ona telefonda dedi ki, uşağın nəbzi 170, puls oksimetri 170-69 göstərir. Biz bilmirik, nə etmək lazımdır. Bizdən uşağı tələb eləyirlər. Bizi bilmirik ki, nə edək bu vaxtı. Biz ancaq uşağı vermirik. Bacım o vaxtı Mədinə ilə danışdı. Bir də bacımın yadına düşdü ki, uşağın ayaqlarını qaldırmaq lazımdır. Uşağın beyninə qan yaxşı işləsin. Dedi ki, uşağın ayaqlarını qaldırın. Uşağın ayağını qaldıranda, deməli birinci uşağın puls oksimetri 170-69 göstərirdi. Sonra yəni biz onu masaj edərkən qalxdı 205-69 oldu. Deməli sonda Mədinə ilə danışanda və uşağın ayaqlarını yuxarı qaldıranda həmin uşağın ayağını qaldıran kimi puls oksimetrdə göstəricisi dəyişdi, 250-73 oldu. Həmin bu vaxtda ikinci həkim qapıdan içəri girdi, tez girdi puls oksimetri bu barmağında və o girən kimi bacım ondan soruşdu, sən antidot gətirdin? Dedi ki, yox, gətirmədim. Və hava balonu saldı. Hava balonu salan kimi heç bir dəqiqə keçmədi. Bacım dedi, sevincindən dedi ki, şükür Allaha, Xədicə barmağını tərpətdi. Elə bu sözləri eşidib, bu ikinci həkim ki gəldi, qardaşımın tövsiyəsi ilə, tapşırığı ilə, tez keçdi uşağın deməli bu tərəfinə keçmişdi də, hava balonu saldı, keçdi uşağın. Amma bu sözləri eşidib, tez keçdi uşağın baş tərəfinə. Uşağın deməli, uşağı komaya salanda qardaşıma, o ki komaya düşdü uşaq. Uşağın gözləri açıq idi və mənim anam uşağın ağzından barmaqlarımızı çıxartmırdıq ki, uşağın boğazına hava geçsin. Mənim də anamın barmaqları bir yara olurdu. Biz ancaq çıxarmırıq ki, qoy uşağın boğazına hava olsun. Biz neçə ay idi, bizim barmaqlarımız yara qalmışdı. Yəni uşağın ağzı bağlı idi. Bu sözləri ki, eşitdi ki, bacım dedi ki, uşaq barmağını tərpətdi. Keçdi uşağın baş tərəfinə, gözlərini, bəbəklərini, göz bəbəklərini aşağı salıb, hansısa nöqtələrə çənəsinin altında basıb, uşağın ağzını açdı. Uşağın ağzını açıq göstərib və bunlar deməli, o da demək, ikinci həkim də uşağı polisləri demək təhvil verdi. Ölü adı ilə biz bilmirdik hələ o vaxtı. Və bunlar getdilər. Sonradan deməli polis dedi ki, bu kök polis alçaq boy, adını bilmirik. 34 nömrəli əməliyyatçılıq polisi. Dedi ki, biz də gözləmirik, biz də gözləyə bilmərik. Biz sizə çox hörmət elədik. Biz çox gözlədik. Gəldi mənim qabağımı belə bağladı ki, məni araladılar uşağımdan. Biz uşağı masaj edirdik ki, komadan çıxardaq da uşağı. Heç olmasa öz gücümüzlə ki, bunlar uşağa heç nə eləmirlər. Qabağımı bağladı. Həmin vaxtı Pünhan Eyvazov Xətai rayon prokurorluğunun stajyer müstəntiqi uşağımın şəklini çəkdi və ölübmüş kimi. Deməli, bizi aldatdılar evdə. Deməli, atama da dedilər ki, çağırın, yaxınlıqda kim varsa çağırın, gəlsin. Atam dedi ki, nə deyim? Deyir ki, deyin ki, ölüb uşaq. Atam deməli, zəngəbi çağırdı böyük bacımı. Deyir ki, bəs gəlin. Deyir ki, nəyə gəlir? Deyir ki, deyirlər ki, bəs denən ki, uşaq ölüb. Bunlar gəldilər. Bacım gələn kimi böyük bacım keçdi bizim otağa. Mən dedim ki, bacı dedim, uşaq komadadır, deyirəm. Onu bizə təcili xəstəxanaya lazımdır. Bacım da gördü ki, polislər hamısı burada. Yəni burada nə var ki? Deyir, hamısı buradadır. Deyir, nə var ki? Deyir, aparın da xəstəxanaya deyir. Uşağı deyir, burada deyir, xəstəxanalar hər yerdə burada attım başı 5 dəqiqə burada Turan klinika nə bilim nə burada doludur bizdə xəstəxanalar Kino teatrın yanında. Deyir ki, aparın da deyir, nə var ki burada? Mən də biz də dedik ki, bacım, bu ortancı bacım, kliniki biyokimi ekspert üzrə bacım. Hə, bu deməli, bu ki, bunu unuttum deməyə. O ki, uşağın ağzını açdı, göz bəbəklərini aşağı saldı. Tez uşağın hava balonunu da burnundan çıxartdı. Puls oksimetri də barmağından çıxartdı. Mən ona dedim ki, niyə çıxartdın hava balonu? Sal da. Anam dedi, sal onu, yəni puls oksimetri. Bir də başımı qaldırıb belə baxıram atama. Atam onunla üzbəüzdür. Polis də atamın arxasında dayanıb. Atamı əlimdən tutub. Deməli,
Atam deyir, yəni nə? Həkim də qorxa-qorxa, ikinci həkim qorxa-qorxa belə atama deyir ki, yəni güya ki, uşaq ölüb. Mən atamın çiyinlərindən belə tutdum. Dedim ki, ata, o ölməyib, o komadadır, o sağdır. Mən gördüm ki, mən atamdan yardım edə bilmirəm, kömək gözləyə bilmirəm. Çünki onlar mənim atamı abrabotka ediblər. Bacım yoxladı. Həmin vaxtı ki, o samı yoxladı, ekspert bacım yoxladı uşağın nəbzini. Gördü ki, uşağın nəbzi vurur. Dedi, şükür Allaha, deyir, Xədicənin nəbzi vurur. Uşağın ki şəklini uca çəkdilər. Bizim ki qabağımızı bağladılar. Pünhan Eyvazov ki stajyor müstəntiq uşağın. Biz elə bildik ki məhkəmə tibbi ekspert gəlib indi uşağımıza yardım eləyəcək. O isə uşağın şəklini çəkir. Biz nə bilirik bu niyə uşağımızın şəklini çəkir? Akazvıca ölübmüş kimi uşağın şəklini çəkir. Və biz yalvarırıq bacım bu kök polisə, alçaq boy polisə deyir ki, bəs tək bir dənə övladı var. Nə olar xahiş edirik bizi xəstəxanaya çatdırın da uşağa antidot elektroşoker lazımdır. Bizə başqa bir şey lazım deyil. Yenə də uşağın nəbzini yoxladı. Dedi ki, uşağın nəbzi vurur. Dedi ki, aparaq da xəstəxanaya demirsiniz, xəstəxanaya aparaq. Ancaq siz dediyiniz xəstəxanaya yox, biz dediyimiz xəstəxanaya. Orada da həkim var da, onda da orada antidot mu, elektroşoker mu, nəsə var. Nəsə var. Hə, samə, kakvo. Mən həmin o kök polisə dedim, siz mənə söz verirsinizmi ki, həkim, yəni biz getdiyimiz xəstəxanada həkim mənim yanımda uşağa baxacaq və mən 5 dəqiqə mənim yanımda baxacaq və uşağı məndən almayacaqlar və uşaq mənlə bərabər qayıdacaq. Dedi ki, söz verirəm. Deməli, bir şey də unutdum ki, deməli, uşağı komaya salan kimi qardaşıva deməli, nə eləməyə başladı? Uşağın üstünə çıxıb, deməli, qardaşıva yekə belə kök dolu qadın idi. Ciyərlərini başladı bütün bədənin gücü ilə, bütün bədən gücünü vurdu uşağın sinəsinə. Belə başladı uşağı güya masaj edir. Mən ürəyimdə elə beynimdə fikirləşdim ki, indi uşağın qabırğalarını qıracaq. Anam tez dedi ki, sən neynirsən deyir, uşağı, onun gücü var sənə dözməyə. Uşağın qabırğalarını qırdın ki, çəkil o yana deyir, özümüz eləyərik masaj. Anam qoymadı. Akası o uşağın qabırğalarını qırmaq istəyirmiş ki, travma eləsin ki, sonra desin ki, uşağa travma eləyiblər. Biz qoymadıq onu. Anam qoymadı. Mən elə onu fikirləşənə kimi anam dedi ki, çəkil o yana, özümüz eləyərik. Ona görə anam özü başladı ona eləməyə, iskusvene dixaniya eləməyə. Ondan sonra bizi aldatdılar. Xəstəxana adı ilə. Bizi xəstəxana adı ilə söz verərək evdən çıxartdılar ki, aparaq xəstəxanaya, orada da həkim var, baxacaq Xədicəyə və biz 5 dəqiqədən sonra qayıtacağıq. Və mən deməli, mən deyirdim ki, uşağı ehtiyatla qoyun nasilkaya, çünki uşaq komadadır. Yəni, o qardaşım uşağı qeyri-transplantabil elədiyi üçün hər bir dənə düz olmayan hərəkət ona ziyan verə bilərdi. Mən də ona görə deyirdim ki, uşağı ehtiyatla qaldırın. Xədicəyə deyirdim ki, Xədicə, biz səni bu vəziyyətdən çıxardacağıq. Döz qızım. Deyirdim ki, ehtiyatla düşürdün uşağı 3-cü mərtəbədən 1-ci mərtəbəyə düşənə qədər. Dedim ki, qızım, döz qızım uşağı, deyirdim ki, səni xəstəxanaya aparırıq. Aşağıda qonşular da görürdülər. Mən Xədicəyə deyirdim ki, bizi xəstəxanaya aparırlar. Bizi qoydular maşına. Amma bizi maşına qoyanda bacım oğlu, bacımı yoldaşını çağırmışlar. Ondan oğlu da gəlmişdi. Bacım oğlu deyir ki, xala bilirsən, bacıma dedi də, mənim kliniki həkim özrə bacıma. Deyir ki, xala bilirsən bizim deyir, hara aparırlar? Deyir ki, yox. Deyir ki, bizim morqa aparırlar. Deyir, hardan bildin? Deyir, bizi axı deyir, polis maşına deyir, mindirdilər. Bacım deyir ki, yəqin orada da deyir, həkim vardı. Deyir, bizi axı dedilər ki, bizə elektroşoker antidot verəcəklər. Bu üçün bizi maşına qoydular, apardılar. Heç 5 dəqiqə keçmədi, bizi apardılar. Düşürtdülər. Bir də gördük, bu üçün bizi düşürtdülər. Nasilkanın binanın içinə deməli salan kimi başladılar uşağı əlindən almağa. Mən uşağından yapışdım, dedim ki, mən vermirəm uşağı. Dedim, hara aparırsınız uşağı məndən, hara alırsınız? Siz mənə söz vermişsiniz ki, məndən uşağı almayacaqsınız. Həkim mənim yanımda olacaq, mənim yanımda baxacaq. Məni uşağımdan bax, belə gücdən alırdı. Bacımı da samı deyirlər ki, çəkilin. Gördük ki, samı qapı uşağı alır. Deyirəm ki, mən vermirəm uşağı, vermirəm. Bacım dedi ki, hanı həkim? Axı bizə dedilər ki, orada da həkim var. Bacım dedi ki, hanı həkim? Gəldi Anar Şıxəmədov. Bunu biz o vaxtı hələ bilmirdik ki, hələ o Anar Şıxəmədov'u sonradan bilmişik. Bacım dedi ki, belə yoxladı uşağın nəbzini, deyir ki, uşağın nəbzi vurur. Hanı elektroşoker, hanı antidot? Deyir ki, xanım deyir, nə elektroşoker, nə antidot? Bura deyir, moldur, məndə burada heç nə yoxdur. Bacım baxdı bu polisə, dedi ki, kök alçaq polisə. Dedi ki, siz bizi aldatdınız.
Bu deməli biz o vaxt elə bildik ki, onun köməkçisidir. Akasa köməkçisi deyil. Akasa o məhkəmə birliyinin, məhkəmə tibbi ekspertiza birliyinin rəisi o vaxt qaça-qaça gəlmişdi. Seyid Aslan Ağalarov. O da gəlmişdi Akasa uşağın orqanlarının oğurlanmasına mütəşəkkil şəkildə eləməyə, əməliyyat keçirməyə. Deməli, həmin o Seyid Aslan Ağalarov Anar Şıxəmədov qızımın böyrü üstə belə qaldırdı. Mənim qızım nasilkada baş üstə idi. Qaldırdı belə böyrü üstə onu. Belini açdı. Uşağımın beli ağappaq idi. Ağappaq. Deməli, həmin bu onun rəisi, məhkəmə tibbi ekspertiza birliyinin rəisi var gücü ilə elə bəlkə bastı uşağın belinə. Mən bilmədim ki, mən belə bir cürə qaldım ki, bu mənim uşağıma niyə bu qədər bəlkə basır Samayda belinə. Və Şıxəmədov dedi, paqonlu birisinə, orada biri Nəsrəddin də vardı. Dedi ki, işıq, yəni işıq effekti elə. Nə işıq effekti elədisə, yaşım, deməli, Rozvi bütün bel üzrə göstərdi. Rozvi Rəzavatı çəhrayı rəngində, ala rəngində güya bütün bədəni uşağın meyit ləkələri ilə doludur. Və uşağı qoydu yerinə. Mən bacıma dedim ki, mümkün deyil, biz cəmi 5 dəqiqə yol gəlmişik. Biz neçə vaxt uşağı masaj edirik. Uşağın, gəl özümüz baxaq. Götürdüm uşağın belini. Necə ki, Şıxəmədov qaldırdı uşağı. Mən də uşağı qaldırdım. Uşağın belini açdım. Uşağın bədəni isti, yumuşaq, ağappaq idi. Bir dənə ləkə yox idi. Götürdüm telefonumun fadanın işığını elədim. Uşağın bədəninə. Dedim ki, hanı deyirəm, yoxdur uşağın bədənində, heç bir ləkə yoxdur. Yalandır. Bacım getdi, Şıxəmədov, və qoydum uşağı. Bacım getdi, dedi Şıxəmədov anara ki, yoxdur meyit ləkələri. Şıxəmədov anar ancaq tülkü kimi gülümsədi. Yəni, buraya kimi gəlmişsiniz, canınızı da əlimizdən qurtara bilməzsiniz. Uşağı əlimizdən aldılar. Mən dedim ki, mən də gəlirəm. Bunker tərəflərə başladılar daşımağa uşağı. Mən dedim, mən də gəlirəm. Məni qoymadılar. Dedilər, olmaz. Şıxəmədov yaxınlaşdı bacıma, başladı danışığı aparmağa ki, ümumiyyətlə qan götürməliyik analiz üçün. Bacım dedi ki, onda qadın həkimi verin. Dedilər ki, hardan gətirir qadın həkimi yoxdur. Bacım dedi ki, onda nəzərə alın ki, uşaq müsəlmandır. Onda paltarını az açın. Onlar dedilər ki, dırnağını o qədər çərtib qan götürməliyik analiz üçün. Sizə də deyəcək ki, hansı antidot lazımdır. Bacım dedi ki, onda nəzərə alın ki, uşaq müsəlmandır, paltarını az açın. Onda bizə də deyin ki, hansı antidot lazımdır. Ancaq uşağı tez qaytarın. Çünki uşağın nəbzi vurur. Bizi xəstəxanada gözləyirlər, tədris cərrahiyyə klinikasında. Nəzərə alın ki, uşaq sağdır. Tez qaytarın, çünki bizim hər dəqiqəmiz qızıla bərabərdir. Uşağı bağladılar qapını, polisləri qoydular qapıda, bizi içəri qoymadılar. 5 dəqiqə əvəzində 1 saat 40 dəqiqə. Deməli, hardasa 1 saat keçəndən sonra Şıxəmədov anar arada çıxdı. Çıxdı bizim qabağımıza və dedi, başladı soruşmağa. Uşağın deməli yumurtalıqları olan yer bölməsində o nəma idi orada, nəma idi orada. Mən yaxınlaşdım, o bacımdan soruşanda mən də yaxınlaşdım ki, baxım ki, o nə soruşur. Bacım dedi ki, onu deyir anasından soruşun. O bunu soruşanda mən dedim ki, Amina Kapronka təcili yardım həkim elib dayandırmışıq. Onda bildim ki, onlar uşağı öldürüblər. Yumurtalıqlarına kimi gedib çıxıblar. Deməli, bu sözləri soruşub, keçdi içəri, bunkerlar olan tərəfə qapını bağladı. Mən yaxınlaşdım yavaş-yavaş şüşələrə tərəf. Şüşələr belə idi də, yəni bozuntul kimi. Amma görsənir də, oradan yaxınlaşdım o şüşələrə. Gördüm ki, ovuc-ovuc rəisi daşıyır. O orqanları, çünki Anar Şıxəmədov rəisinin hündürüdür, o birisi balaca boy. O daşıyadı, tez-tez daşıyadı. Mən başladım şüşənin arxasından qışqırmağa ki, onlar Xədicənin orqanlarını daşıyırlar, açın qapını, açın qapını. Mən halal eləmirəm dedim. Bir şey də deyim. Deməli, uşağı mənim əlimdən alanda, içəri aparanda, mən dedim ki, mən icazə vermirəm. Heç kəs, heç bir sənədə imza vurmasın. Mən icazə vermirəm heç nəyə. Dedi, onlar demişlər ki, axı qanı götürəcəklər. Mən dedim ki, mən icazə vermirəm, dedim uşağa əl vurmağa. Heç kəs, heç bir sənədə imza atmasın. Çünki mən o vaxtı bilirdim ki, onlar mənim uşağıma toxunsalar, mən onları məhkəməyə verəcəm. Mən onlardan hamısından şikayət edəcəm. Ona görə mən qışqıra dedim ki, heç kəs, heç bir sənədə imza atmasın. Heç kəsə, heç bir sənədə imza vurmayıb.
O deməli onun rəisi daşıyırdı ovuc-ovuc və bizə 1 saat 40 dəqiqədən sonra uşağı plastinaya büküb qaytardılar. Mən uca bildim ki, uşağı öldürüblər. Uşaq müsəlman olduğu üçün mən onu orada aça bilmədim. Məcbur olduğu uşağı qoyub nasilkaya gətirdik evə. Evə gətirən kimi açdım uşağı. Gördüm ki, uşağı işgəncə ilə öldürüblər. Ürəyinə, göbəyinə kimi tikiş qoyublar. Bütün Samakako və mən gördüm ki, mən özüm də əməliyyat olmuşdum. Əməliyyat deməli onun tikiş yerində gördüm ki, insan dərisi deyil o. İnsan dərisi elə olmur. Yəni o qeyri başqa bir cürə dəri idi. Mən ona görə elə ki, ancaq uşağın başını çəkdim. Atam dedi ki, da uşaq ölüb, ölən adamı bastırarlar da, yəni saxlamaq olmaz axı İslam dini ilə. Aparaq uşağı bastıraq. Aparıb uşağı biz bastırdıq Qubada. Biz keçdik ki, biz uşağı bastıran kimi tələb edəcək ki, ekskumasiya olunsun ki, sübut olunsun ki, uşaqdan bütün orqanlar oğurlanıb. 3 gündən sonra biz başladıq bütün qurumlara yazmağa ki, uşağın orqanları oğurlanıb. Yəqin ki, gəlin araşdırın, gəlin ekskumasiya eləyin, gəlin baxaq onun içini nə ilə doldurublar. Baxaq görə içində nə var. Amma bu iş çox çəkdi. 8-9 ay. Sonradan biz gördük ki, bizim bütün sənədlərimiz hamısı saxtalaşdırılıb. Deməli, uşağı öldürəndən sonra biz hardasa 2 aydan sonra məhkəmə tibbi ekspertiza rəyini götürdük. Deməli, sonra biz tələb elədik, təcili yardımdan hesabatı götürdük. Poliklinikadan hesabatı götürdük. Yəni, sənədləri yığa-yığa gördük ki, bunlar akazıvıca bizim evimizdə uşağın şəklini prokurorluqdan uşağın evdə çəkilən şəkili götürdük, morqda çəkilən şəkilləri götürdük. Gördük ki, uşağın bədəni dəşik-dəşik gelib sümüklüyünü oğrayıblar, uşağın dərisini soyublar. Uşağa bizə qaytaranda bütün xəsarətlərinin hamısını gizlədiblər. Yeni süni insan dərisinin altında uşağın bütün orqanlarını oğurlayıb, ancaq gördük ki, bütün sənədlərin hamısını saxtalaşdırıblar. Qardaşova Elada deməli çağırışa, biz onu çağıranda biz deyirdi ki, tahikardiyası var uşağın. Yəni uşağın aybaşısı ilə bağlı ancaq tahikardiyya vardı. Ancaq Qardaşova deməli uşağı hansı adla polislərə təhvil verib və hesabatı necə verib təbidə. Orada qeyd edib ki, biz onu ürək diaqnozu ilə çağırmışıq. Biz onu ürəklə çağırmamışıq. Biz özdə ona gələn kimi dedi ki, biz onu müdaxilə üçün çağırmadıq. Bizə nasilkadan başqa heç nə lazım deyildi və onun nasilkası da var idi. O uşağı komaya salan kimi deməli dedi ki, ver aparım ayaqlarından başladı belə sürməyə ki, verin aparım xəstəxanaya. Mən dedim, mən onu bu vəziyyətdə sənə vermərəm. Uşağı əvvəlki vəziyyətə qaytar, sonra dedim aparaq xəstəxanaya. Nasilkası da gəldi. Onun nasilkası var idi maşında, amma onu vermədi. Onun adrenalini var idi, onu adrenalini vermədi. Çünki onun niyyəti uşağımdan yeni yetmə, yeganə qızımdan, ağap ağ dərisi olan qızımdan orqanların oğurlaması idi. O mərkəzə qışqırırdı. Uşağın ağıdır, rəngi ağappaqdır, bəli. Uşağın rəngi mənimkidən ağıdır. Amma bu ona bəhanə vermirdi ki, onun orqanlarını oğurlasınlar. Onu təşkil eləsin ki, onun dərisi soyulsun, diri-diri. Mənim bacım morqda da dedi, ana Şuxamədivə ki, uşağım nəbzi vurur. Evdə də demişdi ki, polisə ki, uşağım nəbzi vurur. Amma bizi xəstəxana adı ilə aldadaraq onlar bilirlər ki, onlar bizi morqa aparacaqlar. Xəstəxana adı ilə bizi morqa apardılar. Nəticəni, biz nə qədər şikayət eləmişik prezidentə, bütün qurumlara, baş nazirliyə, nazirlər kabinetinə. Mən əminəm ki, prezidentin bundan xəbəri yoxdur. Əli Əsədov, baş nazirinin bundan xəbəri yoxdur. Mən xahiş edirəm ki, bu cinayəti onlar öz üzərlərinə götürsünlər. Mənim qızımı canlı donor təşkil elərlər. Deməli, meyit adı ilə mən xahiş edirəm ki, bu donor qanunu çıxandan sonra, meyit donorluğu çıxandan sonra mənim qızımı canlı donor təşkil elədilər. Mən xahiş edirəm ki, meyit donorluğu qanunu dəyişdirilsin, şərtləri dəyişdirilsin, ya da ki, o qanun dayandırılsın. Çünki mənim qızım canlı donor qurbanıdır. Bizim bütün hüquqlarımız evimizdə pozuldu. Hanı mənzil toxunulmazlığı, hanı mənim sağlamlığa təminat, hanı şərəf əlaqətinin toxunulmazlığı, bizim bütün hüquqlarımızı öz evimizdə pozdular. Konstitusiya qanunları işləmədi və əgər mənim yeganə övladımı evimdən oğurlaya bildilərsə bunlar,
bu gün asanlıqla və biz 1 il 11 aydır şikayət etmədiyimiz qurum qalmayıb, cinayət işi açılıb, amma hələ ki indiyədək bu günə də heç kəs cəzalandırılmayıb. Ona görə də mən xahiş edirəm ki, meyit donorluğu qanunu dayandırılsın, şərtləri dəyişdirilsin. Bu meyit donorluğu deyil, bu işgəncə ilə canlıdan olan donorluqdur. Dayandırın meyit donorluğu adıyla canlı donorluğu. Dayandırın.